Bu üç əlamət səndə varsa, şəkər xəstəsi ola bilərsən. Necə? Ekrandakı ürəyi qızart və mənə diqqətlə qulaq as. Birinci əlamət boyunda, dizdə, dirsəkdə, barmaqların üst hissəsində olan qaralma. Əgər bu qaralmalar səndə varsa, bu nə dəri xəstəliyidir, nə də çirkdir. Bunun səbəbi bədəndə olan insulin direncidir. İkinci əlamət tez-tez sidiyə getmək. Əgər gün ərzində həddindən artıq çox sidiyə gedirsinizsə, hətta gecə 2-3 dəfə sidiyə görə durursunuzsa, bunun da səbəbi bədəndə olan artıq şəkər. Çünki bədəndə şəkər yüksək olanda orqanizmimiz onu sidik vasitəsilə bədənimizdən atmağa çalışır. Üçüncü əlamət yorğunluq və halsızlıqdır. Nə qədər düzgün qidalansan da, vaxtı-vaxtında yatıb, vaxtı-vaxtında dursan da, yenə də halsız və yorğun olursansa, bunun da səbəbi şəkər xəstəliyi ola bilər. Çünki şəkər xəstəliyi zamanı yediyimiz qidaların tərkibində olan qlukoza hüceyrələrə keçə bilmir. Ona görə də bədən yetərincə enerji alır. Nəticədə gün boyu halsız və yorğun olursan. Şəkər birdən-birə yaranmır. Orqanizmimiz sizə şəkər barədə məlumat, xəbərdarlıq verir. Əgər bu əlamətlər sizdə varsa, mütləq şəkildə mütəxəssislərin nəzarəti altında müayinədən keçməlisiniz. Bu videonu hər kəslə paylaşın. Ekrandakı ürəyi qızardıb profilin üzərindəki plus işarəsinə toxunun ki, sağlamlığınızın qeydinə qalan. Nəzarətiniz bol olanla hər zaman sağlam qalasınız.